Sağ ol. İndi mənlə bərabər səsləndirəsən. Deməli, öz adını denən 2 dəfə. Aytekin. Aha. Tirişkava. Aytekin Tivişkava. Yaşa. Deməli, yoldaşın tərəfindən olunmuşdu da sənə cadu əməl. Bəli. Zənciro Qırmato. Zənciro Qırmato. Aha. Durmaris. Durmaris. Aha. Durmasa. Durmasa. Aha. Yaşlaris. Yaşvaris. İnnaşiva. İnnaşiva. Sokaris. Sokaris. Ay yaşa. Hə, indi Əlivi bax, mən şivavrama baxışına sivyaza. Bir-birimizdə sivyaz yaradacaq indi. Bax, gözlə bir dəqiqə. Gözlə, bir saniyə. Mən kömək elə, ay Şiva. Bax, Əlivi bax bu şəkildə, bax, belə elə. Bax, görürsən, mən səndən sivyazlıyam. Yox, belə 2 əllə tut. Ay yaşa, hə. Sən bu işi bacarırsan. Sən. Hə, indi bax, qulaq as. Bir dənə də baxış eləyəm. Aytən neçə yaş? Yavaş, elə, davam elə. Aytekin deməli 32 yaş. Ayaqqabı razmeri? Ayaqqabı razmerim 39. 39. Şəmkidə dedin yaşayıram, hə? Bəli. Az. Bunu sallayım hələ belə Şiva qardaş. Allah sığallah, hə. O bir sərtliyi hiss eləyirsənmi? Çox mu sərtləşir? Bəli, hiss eləyirəm əlimin altında. Səndə Qanzulya cadusu ediblər sənə, hardasa 400 zat bundan əvvəl demişdim. Həmin əməl artıq biz başladıq təmizləməyə. Bax, indi o kökü götür. Tamam. Çox eləmə, vərdiş alarsan. Kökü götür indi. Yox, almaram, de, hə. Kökü götürdün mü? Ay yaşa. Bax, o kökü nə edirsən? Kökü qoyursan yoldaşının yastığının altına. Yumurtanı da öz yastığının altına qoyursan. Tamam mı? Və deyirsən, xane yastığa bastığa. Xane yastığa bastığa. Ay yaşa. Yoldaşının adını səsləndirirsən. Adı nədir? Elsevər. Elsevər. Qaldırışıldır. Qaldırışıldır. Sonra Mektari. Mektari. Xuymani əhləm şəhləm. Xuymani əhləm şəhləm. Ay yaşa. Bu sözləri dedikdən sonra deməli yoldaşıva hardasa bazar gününə qədər eşidirsən məni? Bəli. Çiğ ət zad verib eləmə. Yəni ətlə bağlı nəsə bir şey bişirib vermə də, ət zad verib eləmə ona. Ay Şiva qardaş, mənim bu tujumdan qozum qaldı. Onları, yox, qulaq as. Onlar qalsın. Onlar qalsın. Deməli, bu 2 gündən sonra növbəti yarında qoşularsan. Çünki sən nətərdir, sən gecələri yatanda siksənirsən deyə, səndə 2 prosedur keçməliyik biz. Demişdin onsuz da ki, səndə biraz təmizləmə uzun çəkəcəkdir. Yəni ikincide də olacaq səndə, narahat olma. Ağırlıq, görsən özüm də biraz xəstəyəm, üstüvə sağlıq. Allah şəfa versin, Şiva qardaş, mən ümidimi sənə bağlamışam, məni təmizlə. Bir də bunu belə yazdım, 69, 31 ulduz. 31 ulduz, ay yaşa. Onu qoyursan, dediyim kimi, onları elə. Şiva qardaş, prosto bir dənə mənə imkan varsa bir kartas gör. Bir bədnəzər zad üstümdən gedəcəkmi, bir yaxşı olacaqmı? Yaxşı olarsan, narahat olma. Ağan dalındadır. Yəni, nə lazımdır, köməklik göstərəcəm sənə. Qurban olum ağam, mənə kömək yox. Şivabra ilə eşitirsən məni. 2 gün boyunca da Şivabraya deməli, sirkə əlavə edirsən bir ləyənin içərisində. Yaxşı mı? Bir də ay Şiva qardaş, bir yadıma düşür. Demişdin qazanda hazırla, qazanda onda gələn dəfiyə hazırım qoyum da, yəni. Səbirli ol, yavaş. Şiva qardaş, bu hər gün gəlim belə eləyim bunu. Baxım, ay yaşa, ən az 3 dəfə yeməkdən sonra eləyəsən onu. 3 dəfə yeməkdən sonra, səhər, axşam, gün orta. Gün orta, ay yaşa, işə zada gedəndə. 3 dəfə gəl, bax o qaydada elə. Ta ki o sərtləşməni hiss etdikdən sonra bırax. Çox eləmə, dediyim kimi tərs təpir. Yaxşı Şiva qardaş. Bə gələn dəfiyə nələrsə alım hazır qoyum. Ehtiyac yoxdur. Maşallah hazırlıqlısan. Hər şey var. Çox sağ ol ay Şiva qardaş. Allah səndən razı olsun. Sağ ol, var. Təşəkkürlər.